Hər vaxtınız xeyir YouTube kanalımın izləyiciləri. Burun əməliyyatlarından sonra hansı əlamətlər normaldır, hansıları təhlükəlidir? Bugün bu haqqda danışacağam. Burun və göz ətrafında şişkinlik, göyərmə, dəridə yüngül qansızmalar, burunda tutulma hissi və ilk günlərdə narahatçılıq bunlar normal əlamətlərə daxildir. Bunlar sağalma prosesinin təbii hissəsidir və adətən zamanla azalır. Burun ucunda keymə hissi və ya sərtlik ilk aylarda rast gəlinə bilər. Bu da əksər hallarda narahatlıq yaratmır və tədricən düzəlir. Lakin dayanmayan güclü qanaxma, yüksək hərarət, irinli və pis qoxulu axıntı, getdikcə artan şiddətli ağrı, bir tərəfdə sürətlə artan şişkinlik və ya nəfəs almaqda ciddi çətinlik yaranırsa, vaxt itirmədən həkimlə əlaqə saxlamaq lazımdır. Bəzi pasiyentlər əməliyyatdan bir neçə həftə sonra burnunun formasını qiymətləndirməyə çalışırlar. Halbuki bu düzgün deyil. İlk aylarda ödem davam etdiyi üçün burun hər gün dəyişə bilər və son nəticə bir neçə ay, bəzən isə bir ilə qədər formalaşır. Ən vacib məqam isə budur ki, internetdə oxuduqlarınızda deyil, əməliyyat edən cərrahın tövsiyələrinə əməl etmək lazımdır. Sonda bildirmək istəyirəm ki, şişkinlik, göyərmə və burun tutulması çox vaxt normaldır. Amma yüksək hərarət, irinli axıntı, güclü qanaxma və ya getdikcə artan ağrı normal sayılmır və mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.